Ərazisində sənaye parkları yerləşən məntəqələri müəyyən edin. Ümumiyyətlə, Azərbaycan ərazisində bir çox şəhərlərdə artıq bir çox məqsədlər adı altında sənaye parkları yerləşdirib ki, bunlardan bir neçəsini sadalayaq. Bakı şəhəri, əsasən Sumqayıtda, Mingəçevirdə, Zəngilan ərazisində, yəni əsasən yeni işğaldan azad olunmuş Ağdam bölgəsində və bayaq dediyimiz Zəngilan ərazisində bir çox belə bu cür şəhərlərimizdə bizim sənaye parkları artıq fəaliyyət göstərir ki, biz artıq bunları müəyyənləşdirməyə çalışaq. Belə ki, burada verilənlərə nəzər salsaq, birinci növbədə Sumqayıt ərazisində əsasən kimya sənaye parkları əsas üstünlük təşkil edir. Qaradağ, bəli, Bakının Qaradağ rayonu olan ərazi daha çox bu ərazi gəmiqayırma zavodunun olduğu bir, belə deyək də, ağır sənayenin, gəmiqayırmanın, maşınqayırma sənayesine uyğun ixtisaslaşmış bir sənaye parkı vardır. Və eyni zamanda logistika imkanları da böyükdür bu Qaradağ rayonunun, Bakının Qaradağ rayonunun. Mingəçevir ərazisində bəli, belə bir sənaye parkı var ki, hansı ki, Mingəçevir ərazisində əsasən bu toxuculuğa, yüngül sənaye, tekstil sənayesinə, belə deyək də, uyğun olaraq bir sənaye parkı yaradılıb burada. Demək ki, bizim burada doğru bəndlərimiz 2, 4, 5 olacaq. Doğru bəndimiz gördüyümüz kimi Qaradağ rayonu, Sumqayıt şəhəri və eyni zamanda da Bakının Qaradağ rayonu, Sumqayıt şəhəri və Mingəçevir doğru bəndlər olacaq. 2, 4, 5 doğru bəndimiz.